Görünməz qəhrəmanların səssiz hücumu, müharibənin fərqli üzü. Kəşfiyyat düşmən haqqında mümkün qədər dəqiq məlumat toplamaq, həmin məlumatı analiz edib əməliyyat qərarlarının hazırlanmasına xidmət etmək funksiyasını daşıyır. Oxu az-azlıya istinadla xəbər verir ki, ehtiyatda olan kəşfiyyatçı Elsəvər Hümbətov Vətən müharibəsində kəşfiyyatın rolundan, mina sahələrinin yaratdığı təhlükədən və döyüşlərdəki koordinasiyalardan danışıb. O qeyd edib ki, müharibə zamanı qarşıda ölümcül mina sahələri dayanırdı və həmin əraziləri keçmək böyük cəsarət və vətənpərvərlik tələb edirdi. Azərbaycan ordusu kəşfiyyatla atəş dəstəyi arasında sıx koordinasiya nəticəsində bu çətinliklərin öhdəsindən gəlib və düşmənin mövqelərinə zərbə endirə bilib. Hümbətov həmçinin kəşfiyyat fəaliyyətinin yalnız texniki deyil, psixoloji üstünlük də yaratdığını vurğulayıb. Onun sözlərinə görə, düşmənin daimi müşahidə altında olduğunu hiss etməsi onun manevr imkanlarını məhdudlaşdırıb və müdafiə sisteminin səmərəliliyini zəiflədib. Trump bu ölkəni təhdid etdi, orduya tapşırıq verdi. ABŞ prezidenti Donald Trump ABŞ ordusuna xristianları qorumaq üçün Nigeriyada terrorçulara qarşı potensial güc tədbirləri hazırlamağı tapşırıb. Axar az xəbər verir ki, bu barədə Trump sosial şəbəkə hesabında yazıb. Nigeriya hökuməti xristianların qətlinə icazə verməkdə davam edərsə, ABŞ Nigeriyaya bütün yardım və dəstəyi dərhal dayandıracaq və bu dəhşətli vəhşilikləri törədən terrorçuları tamamilə məhv etmək üçün indi rüsvay olmuş ölkəyə tam silahlanmış şəkildə daxil ola bilər, Trump qeyd edib. Putin məni saatlarla inandırmağa çalışdı ki, Kuçma. Ukraynanın sabiq prezidenti Leonid Kuçma Rusiya prezidenti Vladimir Putinlə 2004-cü ildə Maydan hadisələri zamanı etdiyi müzakirələrdən bəhs edib. Axar az xəbər verir ki, Kuçma bu barədə bütçəyə müsahibəsi zamanı danışıb. Onun sözlərinə görə, həmin söhbət onun fəaliyyəti zamanı ən çətin danışıqlardan biri olub. Putin narıncı inqilab vaxtı mənə etirazları zorla yatırmağı təklif etdi. Hətta bunun üçün saatlarla məni inandırmağa çalışdı. Mən isə bunu nə edə biləcəyimi, nə də etmək istədiyimi bildirdim, deyə Kuçma qeyd edib. Trump Ermənistana səfər edəcək, Kiyevə. ABŞ prezidenti Donald Trump'ın oğlu Donald Trump noyabrın 12-də Ermənistana səfər edəcək. Axar az teleqrafa istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan Post qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, səfərin məqsədləri arasında biznes maraqları və hakimiyyətin müxtəlif dairələri ilə görüşlər var. Kiçik Trump'ın baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırılıb-planlaşdırılmadığı hələlik məlum deyil. Ehtimal olunur ki, səfər Ermənistanın ABŞ-a yeni təyin olunmuş səfiri Narek Mkhitaryan tərəfindən təşkil olunub. Xatırladaq ki, Donald Trump Amerikalı iş adamı və fəaldır.